və əsas buraxılışını təqdim edir və nələrdən xəbər tutacaqsınızsa anonslarımızdan izləyək. Günəşli 10 saylı dərin dəniz özülündə qəzadan sonra itkin düşən 29 nəfərdən 6-sının cəsədi tapıldı. SOCAR-ın prezidenti, Fövqəladə Hallar Naziri, Sərhəd Xidmətinin komandanı və digər rəsmilər Günəşli 10 saylı dərin dəniz özülünə baş çəkdi. Hadisənin səbəbləri hadisə yerində araşdırılır. Köməkdən rahat olun. Peki görək tapılsınlar. Dərin dəniz özülündə baş vermiş yanğında xəsarət alanlar və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir. SOCAR-ın müvafiq idarələri ilə birlikdə məlumatlar toplanır. Arzu, salamat qal. Mən getdim. Uşaqlardan müğayət ol. Bəlkə qayıtmadım. Qayıtmasam, məni bağışla. İtkin düşən neftçilərin ailələrinə son mesajları dəhşət yaradır. Dənizə bir qərənfil ataq. Gənclər Günəşlidə baş verənləri belə andı. Öz kədərlərimizi boğuşmaq üçün gəlmişik. Onların ailələrinə başsağlığı diləyirik. Təmas xəttində silahlı qüvvələrimizin zabiti baş leytenant Abdullah Mollayev ağır yaralandı. Hospitala çatdırılaraq əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmadı. Müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minatanlardan vurulan zərbələrlə erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verdi, onların bir neçə texnikası sıradan çıxarıldı. İndi isə təfərrüat ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Xarici İşlər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə Azərbaycan Dəmir Yollarının İran Dəmir Yolları şəbəkəsi ilə əlaqələndirilməsinə dair Azərbaycan və İran arasında əməkdaşlıq barədə çərçivə sazişinin, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və onun maliyyələşdirilməsi haqqında Azərbaycan ilə İranın müvafiq qurumları arasında müqavilənin layihələrini razılaşdıraraq prezidentə təqdim etmək tapşırılıb. Dövlət başçısı Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman da imzalayıb. Fərmanla Sumqayıt şəhər icra hakimiyyətinin başçısı yanında Sumqayıt avtomobil nəqliyyatı ilə sərnişin daşıma idarəsi yaradılıb. Dəyərli izləyicilərimiz, Günəşli 10 saylı dərin dəniz özülündə qəzadan sonra itkin düşən 29 nəfərdən 6-sının cəsədi tapılıb. SOCAR-ın Günəşli yatağının 65-70 kilometrliyində Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə cəsədləri tapılan daha 4 neftçinin şəxsiyyəti müəyyən olunub. Səhiyyə Nazirliyinin məhkəmə, tibbi ekspertiza və patoloji anatomiya birliyinin Sabunçu rayon şöbəsindən verilən xəbərə görə bunlar 31 yaşlı Mayılov Samir Cahangiroğlu, 58 yaşlı Quliyev Fəxrəddin Xancanoğlu, 50 yaşlı İskəndərov Habil Tağıoğlu və 52 yaşlı Babayev Mikail İsmailoğludur. Dövlət Neft Şirkətinin Günəşli yatağının 10-cu dərin dəniz özülündə yaradılmış operativ qərargahda müşavirə keçirilib. Qərargahda olan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi General Polkovnik Elçin Quliyev qəza xilas etmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyevin imzaladığı sərəncamla baş verən bu olaylarla əlaqədar yaradılan komissiya üzvləri bugün Baş nazir Artur Əsizadənin sədrliyi ilə qərargahda müşavirə keçiriblər və müəyyən müzakirələr aparılıb. İctimaiyyət çox maraqlıdır bu məsələdə, cənab nazir. Yox, xilas etməklə bağlı, cənab nazir.
Onda qeyd edək ki, komissiyanın iclasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş prokuror Zakir Qaralov 4-7 dekabr tarixlərində itkin düşənlərin axtarışı və xilas etmə hadisənin baş verməsi səbəblərinin və şəraitinin araşdırılması istiqamətləri üzrə aparılan tədbirlər haqqında hesabat veriblər. İclasda qarşıda duran təxirə salınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkən şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilib. Günəşli yatağındakı 10 sayılı dərin dəniz özülündə baş verən yanğın nəticəsində xəsarət alan neftçilərin 4 nəfəri müalicələrini yenidən xəstəxanada davam etdirəcəklər və Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə bununla da xəstəxanada qalan neftçilərin sayı cəmi 13 nəfərdir və təbii ki, bu hadisənin necə baş verdiyini və həmin an yaşananları heç kim onlar kimi bizə çatdıra bilməz. Odur ki, gəlin hadisənin canlı şahidlərini eşidək. Elə bilin ki, bir fırtına kimi göz qabağında. Belə hadisə olmamışdı tarix boyu. Mən öz işlədiyim müddətdə külək çox yüksək səviyyə. 9-10 metr göyə fırtına qalxırdı. Hər şey var idi, qayıq var idi, o biri var idi. Yanala bilmirdi heç bir qayıq. Biz də 26 nəfər olan qayığın içində asılı qaldıq göydə. Gör indi biz yerə yenə bilmədik. 5-6 metr aşağı düşəndən sonra bizi vurdu blokun altını, çırpdı. O tərəfə sağa, sola. Orada bir-birimizin belinə düşürdük. 26 nəfər bir balaca bir yerdə nə deyim demək var. Başım, buralarım, bədənim, belə taxtıya, oraya, belə bax, stenkalara deyil. Xeyli qaldıq da, belə 18 saata kimi. Güclü küləyin təsirindən oldu. Külək qasırğa oldu. Bu küləyin təsirindən qaz xətti dözmədi, qırıldı, yanğın baş verdi. Yanğın baş verəndə biz də gözlədik, Axır Məmməd rəisimiz gördü ki, alınmır, dedi ki, təxliyə olmaz. Bizi evakuasiya etdilər qayıqlara. Qayıqlarla elə biz sallandıq, yarıda gözlədik də, vəziyyəti gözlədik. Bizi bura gətirəndən sonra gecələn əməliyyat oldu. Əməliyyat elədilər mənim. Boğazı sümüyü sınmışdı, bir döş qəfəs hissəsində. Burada sinirlər əzilmişdi. Əməliyyatdan sonra dünən də nəzarət altında olmuşam. Günlərdə həkim gəlmişdi, filan həkim sağ olsun. Baxdı, normaldir, hələ ki, şükürlər yaxşı. Vəziyyət elə gəldiyim deyil, amma ağrılar var. Sınağa qarşı nələr olunub? Rengin elədilər. Dünyələr olunur. Qanalan edilər. Gəlirlər, maraqlanırlar bizə gecə gündüz. Sağ olsunlar. Yəni onlara, bizi xilas edən insanlara, bu işləmək olanlara hamıya təşəkkür edirəm. Beldə qəlpələrinə sürüşmək, sınıq. İndi özünüz necə hiss edirsiniz? Heç nə olmur. Yaman ağrılardır. Və indi onlara Günəşli faciəsindən xilas olan həmən bu yaralı neftçilərə ən çox bu sual verilir. Bu dəhşətli faciədən sonra yenidən həmin platformaya işləməyə qayıdarsınızmı və yaralı neftçilər isə ömürlərinin axırına dək bu fədakar peşəyə xidmət edəcəklərini və yenidən iş yerlərinə qayıdacaqlarını bildirirlər. Sulara qərq olan yoldaşlarını göz yaşı ilə xatırlayan Rəşid Hüseynov da bu fikirdədir. O insanlar fədakar insanlar idi. Onlar hər birisi öz ailəsini çox istəyirdi. Hər gün, yəni ki, hamı öz ailəsindən danışırdı, evladından, qızından, onların instituta qəbul olmağından, nə bilim, nəvələrindən. Yəni onlar çox sevirdi öz ailələrini, həm də işlərini sevirdilər. Çox fədakar insanlar idi. Mənə burada bir xanım sual verdi ki, düzdür, mənə qəhər boğdu. Siz yenə də ora qayıdardınızmı? Hadisədən sonra. Mən cavab verə bilmədim, ancaq mən demək istəyirəm ki, əgər bəli, çünki orada həlak olan yoldaşlarımız biz onlardan artıq duyuruq. Günəşli 10 sayılı dərin dəniz özülündə yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir, dəyərli izləyicilərimiz, və deyək ki, hələ ki yanğın ocağı tam sakirləşməyib. Hadisə ilə bağlı gün ərzində 3 dəfə ən son məlumatlar verilib və indi də 1 saat öncə keçirilən mətbuat konfransına baş mühəndis Bala Mirzə Ağarəhimov eşidəcəyik.
su altında dalğıc işləri havanın qaralması ilə əlaqədar dayandırılıb, gəmilərlə axtarış davam edir. Günəş sahəsində Fövqəladə Hallar Nazirliyinin vertolyotları iş havanın qaralması ilə əlaqədar saxlanılıb, sabah səhər davam etdiriləcək. Gəmilərlə axtarış davam edir. 10-cu özündəki yanğınla əlaqədar işlər davam edir. Yanğının söndürülməsi prosesinə əlaqədar davam edir. Dayanmadan 7 gəmi yanğının söndürülməsində birbaşa iştirak edir. Bundan əlavə özünün üstünə bugün də mütəxəssislər qalxıblar və orada öz işlərini davam elətdiriblər. Hal-hazırda da onlar orada işləyirlər. Küləyin vəziyyəti, küləyin istiqamətindən asılı olaraq ya işlərin səhərəcən davam elətdirəcəklər, ya da müəyyən bir vaxtdan sonra özünü tərk edib, sabah səhər təhlükəsizlik baxımından işlərini davam elətdirəcəklər. Onu da nəzərinizə çatdıraq ki, sabah saat 11-də yenidən ən son məlumatlar təqdim olunacaq və təbii ki, biz də sizə təqdim edəcəyik həmin məlumatları. Günəşdə yatanda baş verən yanğında itkin düşən neftçinin sosial şəbəkədə həyat yoldaşına yazdığı son mesaj paylaşılıb. Neftçi İman Qasımov vida mesajında həyat yoldaşı Arzu ilə sağollaşıb və övladlarını ona əmanət edib. İndi mən rejissorumuzdan xahiş edəcəm ki, görüntünü bir də studiyamızdakı monitorlarda ekrana gətirsin və çətin də olsa səsləndirəcəm indi. Arzu, salamat qal, mən getdim. Arzu, mən əvəzdən uşaqlara böyükçülük elə. Hara getdin? Alo, İman, nə olub? Hardasan? Alo, alo. Təbii ki, bu mesajları laqeyd oxumaq mümkün deyil. Üzr istəyirəm sizdən və Şirvan sakini halen demək olar ki, tək böyüyü. 37 yaşlı Bayram Qasımov da son sözlərini həyat yoldaşına elə bu cürə çatdırıb. Uşaqlardan muğayət ol, bəlkə qayıtmadım və qayıtmasam məni bağışla, siz də məni bağışlayın. Gəlin materialımızı izləyək. Uşaqlardan müğayət ol, bəlkə qayıtmadım. Qayıtmasam məni bağışla. Bu günəşli neft yatağında baş verən yanğında itkin düşən Şirvan sakini 37 yaşlı Bayram Qasımovun həyat yoldaşına son sözləri olub. Atası var idi, o da keçən rəhmətə getdi. Evin elə böyüyü bir dənə oldu. Nə bacısı var, nə qardaşı. Yeganə uşaq idi. Mesaj yazmışdı, nə yazmışdı? Mesaj yazmışdı ki, ülkəni narahat olma, burada yanğın çıxır. Qorxma, heç də qorxmaya, buradan çıxa bilmərsən, mənə bağışla. İstəyib ki, lotkaya minə, o bir neçə nəfər orada asma lotka olub. Elə bu müddətdə qışqırıq olub. Yoldaşı deyir ki, gördüm qışqırıq oldu ki, bəs qışqırandan sonra deyir səs kəsildi. Hər qapı açılanda sanki ataları içəri girəcək deyə ümidlə baxırlar qapıya. İndi 15 yaşlı Məmməd ağa, 11 yaşlı Nurlan və 6 yaşlı Məleykə səbirsizliklə atalarının yolunu gözləyirlər. Hadisədə itkin düşənlərdən biri də 47 yaşlı Seyfəddin Niyazovdur. Salyan rayonunun Xıdırlı kənd sakini olan Seyfəddin Niyazov 10 ildən artıq itki maşinist kimi çalışırdı. 3 uşaq atası olan Seyfəddinlə sonuncu dəfə hadisə baş verməmişdən 1 saat öncə kürəkəni əlaqə saxlayıb. Son sözü oldu ki, Allah əmanət edir. Ona dedi, ondan sonra səhər də belə xəbər işliyor, peşində. Bir də bu uşaq evində yatmayıb, Allah'ın olsun gedib qapılarda yatıb ki, mən atamı izləyirəm, mən atasız yata bilmirəm. Dünənə qədər ümidimiz var idi. Mən batsın, dünənə qədər ümidi var idi, amma bugün ümidim yox. Ceyhun Səfər, Əli İbrahimov, Mirislam Əhmədoğlu, ATV Xəbər. Əslində Allahdan ümid kəsilməz deyirlər, Allah səbir versin deyirik. Və davam edək. Azərsky P2 vasitəsilə 4 dekabrda yanğın baş verən an pis hava şəraiti olduğundan görüntü əldə etmək mümkün olmayıb və Azərkosmosdan ATV xəbərə verilən məlumata görə yanğın zamanı xilas etmə əməliyyatına cəlb olunan helikopter və gəmilər vasitəsilə daha dəqiq görüntülər əldə olunduğundan P2-dən alınan görüntülərə ehtiyac qalmayıb. Baş naziri müavini Əli Əhmədov Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçiləri ziyarət edib və baş naziri müavini xəstələrlə görüşüb onların vəziyyəti ilə maraqlanıb. Burada müalicə olunan müxtəlif xəsarətlər almış dənizçilərlə və bizim neftçilərimizlə görüşdüm, söhbət elədim. Əksəriyyətinin sağlamlıq durumu hər hansı bir narahatçılıq yaratmır, onların həyatına təhlükə ola biləcək hal yoxdur.
Həkimlər lazım olan bütün tədbirləri görüblər, müalicələri aparılır. Bir neçəsi lap elə bu günün özündə evinə buraxıla bilər, amma həkimlər təkid eləyirlər ki, bir neçə gündə həkim nəzarəti altında qalsınlar. Xüsusilə də o psixoloji gərginlik ki, baş verən hadisənin əlaqədar bunlarda yaranıbdır. Onu da unutturmaq lazımdır. Bütövlükdə burada müalicə olunan 13 nəfər neftçilərdir ki, onların heç birinin sağlamlığı ilə bağlı hər hansı bir problem yoxdur. Və SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və vitse-prezidenti Rəhman Qurbanov da Neftçilər xəstəxanasında xilas olunan neftçilərə baş çəkərək onların vəziyyəti ilə maraqlanıblar. Onlar ən son məlumatlarla bağlı açıqlama da veriblər. Gəlin dinləyək. Xəstələrin halı yaxşıdır, çox sağ olsunlar. Baş həkim də, həkimlər də, hamısı olacaq. Fərmanda da görmüşsünüz də, prezident yazıb, hamına kömək olacaq. Köməkdən rahat olun. Tək görək tapılsınlar. İnsanlar indi əllərindən nə gələr? Fövqəladə Hallar Nazirliyi, ondan sonra gəmiçilər, ondan sonra dəniz neftçiləri çalışırlar ki, bu fontanı iram etsinlər, yanğını söndürsünlər və birinci növbədə biz deməli bütün hamımızın xəbəri var ki, böyük axtarışlar gedir. Həm sərhəd qoşunları tərəfindən, həm Fövqəladə Hallar Nazirliyi tərəfindən, həm də bizim morturan, bizim gəmiləri tərəfindən gedir ki, biz birinci növbədə o itirmiş insanları tapa bilək. Mərkəzi Neftçilər xəstəxanasında olan neftçilərə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov da baş çəkib və ATV-yə ekskluziv müsahibəsində Əhliman Əmiraslanov bildirib ki, xəstələrin müalicəsi uğurla davam edib. Eyni zamanda həmin xəstələrlə məşğul olmaq üçün xəstəxanaya psixoloqlar da cəlb olunub. Xəstələrin vəziyyəti qənaət baxışıdır. Xəstələrin vəziyyəti yaxşıdır. Bir çoxları artıq hazırdır evə getmək. Stres faktoru var. Bu psixikasına təsir eləyibdir. Bu hadisənin özü elə bir hadisədir ki, bunların psixikasına xəstələrin təsirsiz düşə bilməz. Ona görə burada bu günləri baş həkim söhbətin zamanı məlum olunur ki, burada psixoloqlar da cəlb olunurdur. Bu xəstələrlə işləmək, bu xəstələrlə məşğul olmalar. Dekabrın 4-də Günəşli yatağındakı 10 sayılı dərin dəniz özülündə baş vermiş yanğında xəsarət alanlar və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir. Deməli, dəyərli izləyicilərimiz, bu barədə Paşa Həyat Sığorta şirkətinin sözcüsü Elnur Hüseynquluyev məlumat verib. Elnur Hüseynquliyevin sözlərinə görə hazırda SOCAR-ın müvafiq idarələri ilə birlikdə məlumatlar toplanılır və o deyib ki, siyahı dəqiqləşdirilir, ödənişlərin verilməsi ilə bağlı hesablamalar aparılır. Hadisədən zərər çəkənlərin hamısına sığorta ödənişi veriləcək. Qeyd edək ki, SOCAR-ın əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortasını Paşa Həyat Sığorta şirkəti həyata keçirib. Baş verən faciə ilə bağlı sosial şəbəkələrdə aksiya çağırışları olub və dənizə bir qərənfil ataq deyən gənclər itkin düşənlərin xatirəsini anmaq istəyib. 3500 insan bu çağırışa dəstək verib. Flash mob bugün saat 12-də baş tutub və aksiya iştirakçıları dənizə qərənfillər atıblar. Səhər saatlarından əllərində qərənfil, dənizkənarı bulvara gələn hər bir vətəndaşın tək məqsədi var. Günəşli yatağında baş verən faciə ilə əlaqədar həyatını itirən və itkin düşmüş neftçilərimizi yad etmək. Təkcə 29 ailənin itkisi deyil, hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycanda olan ailənin itkisidir. Onlar da bizim ailəmizin bir üzvləridir və vətəndaşlıq borcumuzdur onları anmaq. Baş vermiş acı hadisə ilə bağlı öz kədərlərimizi bölüşmək üçün gəlmişik. Onların ailələrinə başsağlığı diləyirik. Allah onlara səbir versin. İnşallah axır qəmləri olsun. 150 min nəfərə dəvət göndərilib. 2500 nəfəri dəvəti qəbul edib gəldiyini bildirib, 3500 nəfəri isə müvəqqəti gələcəyini, düşündüyünü fikirləşdirib. Amma fikirləşirik artıq burada 3000-4000-ə yaxın adam var. Davam eləyəcək axşam saatlarına qədər. İnşallah bu son olar deyirik, son deyirik. Çünki bu hadisə neft yataqlarında baş verən ilk hadisə deyil. Amma təəssüf ki, yaxın tarixdə neft yataqlarında baş verən ən ağır 7 hadisədən biri hesab olunur. Həmən tarixə indi sizinlə birlikdə yenidən nəzər salacağıq. Ən ağır, dəhşətli 7 faciədən biri.
4 dekabr günəşli yatağında baş verən yanğın hadisəsi indiyə qədər dünya miqyasında neft yataqlarında baş verən hadisələr sırasına bu cür daxil oldu. Ən dəhşətli yanğın isə 1988-ci ilin iyul ayında Böyük Britaniyada qeydə alınıb. Piper Alpha neft platformasındakı faciə zamanı 226 nəfər heyət üzvündən 167-si faciəvi şəkildə həlak olub. Partlayış baş verən zaman neftin çıxarılmasının dayandırılmasına baxmayaraq, əsas borularda neft qaldığından yanğını söndürmək çox çətin olub. ...1980-ci ildə Norveç sahillərində Alexander Kielland platformasının fırtınalı havada çevrilməsi nəticəsində 123 nəfər həlak olub. Philips Petroleum şirkətinə məxsus platformaya üzən otel deyilsə də, hadisə baş verən zaman 7 xilas edici qayıqdan sadəcə ikisi istifadəyə yararlı vəziyyətdə olub. Üzən otel faciəsindən yalnız 89 nəfər sağ çıxa bilib. Cənubi Çin dənizində qay qasırğası zamanı Yunokol neft şirkətinə məxsus qazma gəmisinin batması nəticəsində 91 neftçi sulara qərq olub. Heyət üzvlərindən 6 nəfər başqa bir gəmi tərəfindən xilas edilib. Araşdırma zamanı məlum olub ki, qasırğa gözü düz gəminin üstündən keçib. 1982-ci ildə Alyaskada Ocean Ranger platforması 84 nəfərlik heyəti ilə birlikdə sulara qərq oldu. Onlardan sadəcə 22 nəfərin cəsədi tapıldı. ...2010-cu ilin 20 aprel tarixində Meksika körfəzində yerləşən BP şirkətinə məxsus platformada baş verən partlayış zamanı isə 126 nəfərdən 11-i itkin düşüb. Platformanın söndürülməsinə yarım gün sərf olunsa da, görülən tədbirlər yetərincə olmayıb və 36 saat sonra platforma okean dərinliklərinə qərq olub. Nəticədə 670 min ton neft Meksika körfəzinə dağılıb ki, bu da ətraf aləmə ciddi ziyan vurub. Hadisənin törətdiyi fəsadları aradan qaldırmaq üçün British Petroleum şirkəti fantastik məbləğdə 42 milyard dollar xərcləyib. Səbuhi Turan, ATV Xəbər. Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Abdullah Mollayev ağır yaralanıb. Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub, ancaq həkimlərin bütün səylərinə baxmayaraq hərbi qulluqçu dünyasını dəyişib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüzünlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin, təki vətən sağ olsun. Son günlər silahlı qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan, Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan işğalçı rəhbərliyinin məqsəd yönlü sürətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib və sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün Dağlıq Qarabağdan olan hərbi qulluqçuların səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də yaxın şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzların məhv edilməsi faktlarını gizlədir. Müdafiə Nazirliyi bir daha bildirir ki, qoşunların təmas xəttində son günlər vəziyyətin daha da gərginləşdirilməsi, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və verəcəyi itkilərə görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Onu da qeyd edək ki, dekabrın 6-sında Ermənistan Silahlı Qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq hərbi hava qüvvələrinin hava hücumuna müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib. Müdafiə Nazirliyi məhv edilən aparatın görüntülərini yayıb. Buraxılışımız davam edir, dəyərli izləyicilərimiz. Mənzil sahibi olmaq istəyənlərə xəbərimiz var. İpoteka kreditlərinin şərtləri sizin lehinizə dəyişə bilər. Yeni təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Əgər qəbul edilərsə, bundan sonra qiymətləndirmə bank və şirkətlər tərəfindən deyil, məhz sizin tərəfinizdən həyata keçiriləcək. Yeniliklər bununla da bitmir. Ətraflı növbəti süjetimizdə. Kirayədə yaşayırıq da. 3 uşaqla. Fəhlət də yoldaşım, maaşı azdır. 3 uşaqla da elə yeməklərin gücünə çatdırıq da. İstəyərdik ki, müstəməs ev olsun. Aşağı pulla olsa, yəni aşağı.
qiymətlə olsa sərf eləyəm. Yeni ipoteka ilə siz də mənzil sahibi ola biləcəksiniz. İpoteka kreditlərinin şərtləri 3 istiqamət üzrə dəyişə bilər. Belə ki, mövcud qanunvericiliyə əsasən ipoteka ilə ev götürən zaman banklar mənzilləri adətən aşağı qiymətlə qiymətləndirir. Nəticədə banklar ipoteka krediti götürmək istəyən şəxsə daha az kredit verirdi. Bununla da öz risklərini sığortalayırdı. Bu isə ipoteka götürən şəxsə lazımi məbləğdə kredit götürməyə imkan vermirdi. Problemin aradan qaldırılması məqsədi ilə yeni təkliflər hazırlanaraq Banklar Assosiasiyası tərəfindən hökumətə təqdim edilib. Yeni şərtlərə əsasən qiymətləndirilmə bank və şirkət tərəfindən deyil, ipoteka alan vətəndaş tərəfindən həyata keçiriləcək. Qanunvericiliyə əsasən ipoteka kreditlərinin yalnız satılması və xitam verilməsi deyil, eyni zamanda bağışlanması prosedurları tətbiq ediləcək. Bu o demək ki, ipoteka götürən şəxs ipoteka kreditini öz yaxınlarına bağışlama imkanı malik olacaq ki, bu da artıq həm prosedurların sayını azaldacaq, eyni zamanda bu imkan verəcək ki, vətəndaş öz ipoteka ilə götürdüyü evi ipoteka krediti daxil olmaqla yaxınlarına bağışlaya bilsin. Bununla yanaşı ipoteka ilə evi sahibi olan şəxs mülkünü bağışlamaq və ya satmaq hüququ da əldə edəcək. Banklar dediyimiz kimi ipoteka qoyulması qarşılığında əgər xüsusi razılıq olmazdırsa, həmin şəxsin vəfat etməsi halında həmin müqaviləyə xitam verilməsi mümkün idi. Amma hal-hazırdakı şərtlərlə yeni qanunvericiliyə əsasən həmin hüququn vərəsəliklə digər ailə üzvlərinə keçməsinə imkan yaradacaqdır. Yeni təklifdə vətəndaşa sənədlərini təqdim etdikdən sonra ipotekanın alınmasının təsdiqi üçün 3 gün vaxt veriləcək. Yeni qaydalar hökumət tərəfindən qəbul olunarsa, gələn ildən icrasına başlanması gözlənilir. Zümrüd Tahir qızı, Xəyyam Nizamioğlu, Elman Bakovi, ATV Xəbər. Yeni hündür mərtəbəli binalarda əmlak vergisi kimə verilməlidir? Bələdiyyə yoxsa kooperativ sahiblərinə? Əslində yığımı ikisi də həyata keçirir, ortada qalan isə vətəndaşdır ki, onun da cibi boşalır. Nə qədər ki, məlumatsızıq, bu belə də davam edəcək. Bəlkə də bəzi sakinlər elə ən düzünüdür. Deyirlər, qapını belə ödəniş üçün gələnlərin heç birini açmırıq. Bələdiyyənin əmlak vergisinə görə narahat edirik. Bizim qapımızı dəqiqədə biri gəlib döyməsin. Bir təşkilat gəlsin, döysün qapımızı. Çaşqınlıq yaranır. Deyək ki, kooperativlərdə yaşayan deyir ki, axı biz pul veririk, nə bilim 30 manat verən var, 50 manat verən, hətta 90 manat, 100 manatdan artıq 200 neçə manata qədər məbləğ pulu onlar kimə və nəyə görə verirlər? Sakinlərin və bələdiyyə sədrinin dediklərindən belə aydın olur ki, problem ciddidir və bir sual aktual olaraq qalır. Yeni tikilən binaların sakinlərindən tələb olunan əmlak vergisini kim yığmalıdır? Bələdiyyə yoxsa mənzili tikən şirkət, yaxud kooperativ rəhbərliyi? Mövcud qanunvericiliyə görə əmlak vergisini yerli özünü idarə etmə orqanı, yəni bələdiyyə yığmalıdır. Amma qanunvericiliyə əməl olunmur. Düzdür, MTK rəhbərliyi əmlak vergisinin dövlət qurumu tərəfindən yığılmasına etiraz etmir. Amma bələdiyyələrin bu prosesdə iştirakına da razı deyil. Biz MTK olaraq çox maraqlıyıq ki, dövlət götürsün həmin bu binanın istismarını da, dövlət qurumları götürsün boynuna. Yəni ki, xidməti məmnuniyyətlə, yəni xidmət bir sahəli olsun. O ki, qaldı bələdiyyənin vergisi ilə bizim xidmət xərclərimizin toqquşmasına, o tamam başqa mövzudur. Qanunvericiliyə əməl olunmaması ziddiyyət yaradıb. Sakinlər əmlak vergisini binanı inşa edənlərə ödədiyindən bələdiyyənin hüququ kağız üzərində qalır. Mənim tanıdığım 30 manatlıq məhəllədə 2 mühafizə, 2 şlaqbaum var, 2 giriş, 2 çıxış var. Bütün xidmətlər yüksək səviyyədədir, 30 manat alır. 150 kvadrat mənzildən. Bir başqası 150 kvadrat mənzildən alır 70 manat, 80 manat. Sual həmən o işi görən adamdan mənzili vaxtı ilə tikib, istifadəyə verib və öz adamlarını orada oturduran kombinat adlanan şəxslərdən, yəni o mənzili MTK-nın rəhbərindən soruşmaq lazımdır ki, o vətəndaşlara mən tövsiyə edirəm, soruşdular ki, bu pulun şəffaf şəkildə necə xərcləndiyini onlar özləri üçün aydınlaşdırmalıdır. Ekspert deyir ki, problemin aradan qalxması üçün təcili addımlar atılmalıdır. Bürokratik halların qarşısını alınması üçün konkret olaraq bir pəncərə sistemi ilə bu prosesin həyata keçirilməsi sürətləndirilməlidir. Yəni vətəndaş bir qapını tanımalıdır. Qeyd edək ki, problemlə bağlı Milli Məclisin Regional Məsələlər Komitəsinə müraciət olunub. Zümrüd Tahir qızı, Rəşad Ağamalıyev, Mahmud Rövşənoğlu, ATV Xəbər. Xaricdə dini təhsil alanlar bundan sonra Azərbaycandakı məscidlərdə hər hansı formada xütbə və moizə verilməsində iştirak edib məsciddə rəhbər vəzifə tuta bilməz. Bu fikirləri dini radikalizmlə mübarizə əsas hədəflər mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə bu barədə qərar dini etiqad haqqında qanuna edilən 2 mühüm dəyişiklikdən sonra verilib. Həmçinin komitə sədri əlavə edib ki, Azərbaycanda dini təhsil alan şəxslər məscidlərdə çalışmaq səlahiyyəti
əldə edəcəklər. Xaricdə dini təhsil alanlar bundan sonra Azərbaycanda heç bir vaxt məscidlərdə hər hansı bir formada xütbə və moizə verilməsində iştirak edə bilməz və məsciddə rəhbər vəzifə tuta bilməz. Ali dini təhsil və orta dini təhsil yalnız Azərbaycanda veriləcəkdir və yalnız Azərbaycanda təhsil alan şəxslər məscidlərdə çalışmaq səlahiyyəti əldə edəcəklər. Yəni bu istiqamətdə iş gedir. Sonda isə avtomobil sevərlərin nəzərinə qənaətçil xüsusiyyətləri ilə alıcıların diqqətini çəkən və ən çox satılan avtomobillərdən biri olan Land Cruiser 200 artıq Toyota Bakı mərkəzində yolunuzu gözləyir. Dünyanın ən etibarlı avtomobillərindən biri yeni Land Cruiser artıq Azərbaycandadır. İstənilən maneələrə hazır olan Land Cruiser 200 sizin tərəfinizdən seçilən bir sıra innovasiya tam ötürücü texnologiyasının köməyi ilə yolları fəth edəcək. Təmtəraqlı materiallar və yüksək keyfiyyətli işləmə Land Cruiser-də cəmlənib. Avtomobil həm xarici, həm də mühərrik qamması cəhətdən təkmilləşdirilib. Eksteryerdə olan yeniliklər xüsusilə ön optikaya aiddir, yeni radiator barmaqlığına aiddir, arxa fənərlər optikası da dəyişilibdir. Avtomobildə yeni multimedia sistemi quraşdırılıbdır. Avtomobildə yeni Bartavoy kompüterin imkanları genişlənibdir. Avtopilot sistemi imkanları genişlənibdir. Hazırda Toyota'nın Azərbaycandakı rəsmi nümayəndəliyi Land Cruiser 200 modelini 4.6 benzin və 4.5 dizel mühərrikləri ilə təqdim edir. Qənaətçil xüsusiyyətləri ilə bu avtomobil regionun ən çox satılan avtomobillərindən birinə çevrilib. Land Cruiser 200 artıq Toyota Bakı mərkəzində. İdman sevərləri isə deyirik ki, diqqətiniz bizdə olsun. Çünki indi həmkarım Sənan Şəfizadə isə idman aləmində baş verən ən son yeniliklərdən xəbər verəcək. Axşamın xeyir olsun Sənan. Axşamın xeyir olsun Lalə. Xəbərlərimiz çoxdur. İngiltərə, Türkiyə və eləcə də İtaliya çempionatda liderlər dəyişib. Əsas xəbər isə taekvondoçumuz Radik İsayevin gələn keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanmasıdır. Bu taekvondoda ilk ümumilikdə Azərbaycan üçün 28-ci lisenziyadır. Təşəkkürlər Sənan. Əslində həqiqətən də bu cür xəbərlərə ehtiyacımız var. Çünki sənə hüzün deyil, sadəcə qələbə yaraşır Azərbaycan və sağ olun, salamat qalın, elə azad Azərbaycanımızda qalın.